22-ci əsr kanalının bugünkü buraxılışında hər birinizi xoş gördük dəyərli izləyicilər. Azərbaycanın sərhəddə yerləşən anklavı Kərki kəndinin qaytarılması məsələsi yenidən gündəmdədir. Raparak nəşrinin yaydığı məlumata görə Ermənistan hökuməti bu həssas mövzunu ölkədə keçiriləcək konstitusiya referendumundan sonra müzakirə etmək qərarına gəlib. Nikol Paşinyan hakimiyyəti hesab edir ki, referendumdan əvvəl kəndin təhvil verilməsi daxildəki nüfuzlarına ciddi zərbə vura bilər. Hakim partiyanın bəzi üzvləri Kərki kəndini başkəndlə dəyişdirmək israr etsələr də Paşinyan buna qəti etiraz edir. Xatırladaq ki, Ermənistan Kərki kəndi ilə yanaşı Qazax rayonunun hələ də işğal altında olan Sofulu, Yuxarı Əskipara və Bərxudarlı kəndləri də daxil olmaqla ümumilikdə 4 kəndi Azərbaycana geri qaytarmalıdır. Paşinyanın digər bir diqqət çəkən bəyanatı isə enerji və nəqliyyat dəhlizləri ilə bağlıdır. Ermənistan baş naziri gələcəkdə Azərbaycandan elektrik enerjisi ixal edə biləcəklərini istisna etməyib. O, ölkədə fəaliyyətə başlayan süni intellekt zavodlarının enerjiyə olan tələbatı kəskin artdığını bildirib. Baş nazir həmçinin Azərbaycan mütəxəssislərinin son dövrlərdə DRIP layihəsi çərçivəsində infrastruktur layihələrini müzakirə etmək üçün Ermənistanda olduqlarını açıqlayıb. Nəqliyyat sahəsində isə İrəvan rəsmi Moskva ilə ciddi bir dəmir yolu problemi yaşayır. Paşinyan Avrasiya İqtisadi Birliyində Rusiyadan gələn eksklüziv münasibət gözləntisini qəbul etmədiklərini bəyan edib. O, 2008-ci ildə Rusiyanın törəmə şirkətinə verilən dəmir yollarının idarə etmə hüququnun gələcəkdə üçüncü bir dost ölkəyə ötürülə biləcəyini işarə edib. Baş nazirin sözlərinə görə əsas məqsəd Azərbaycan və Türkiyə ilə nəqliyyat xətlərinin bərpası üçün yaranmış tarixi fürsəti itirməməkdir. Cənubi Qafqazda regional əməkdaşlıq və dəhliz layihələri masada rəsmiləşərkən, Qərb cəbhəsində rəsmi Moskvaya qarşı iqtisadi və mənəvi təzyiqlər müharibəsi yeni mərhələyə qədəm qoyur. Avropa İttifaqının Rusiyaya qarşı bank sektorunu hədəf alan yeni məhdudiyyətləri bugün avqustun 13-də rəsmən qüvvəyə minib. Bu tədbirlər Brüsselin 21-ci sanksiyalar paketinin bir hissəsidir. Rəsmi Moskva isə bu sanksiyaları qeyri-qanuni hesab etdiyini və yaxın günlərdə geniş miqyaslı cavab tədbirlərinin açıqlanacağını bildirib. Kreml rəsmisi Dmitri Peskov iqtisadiyyatın bu təzyiqlərə tam uyğunlaşdığını söyləyib. Ekspertlərin fikrincə, Avropa İttifaqının böyük sanksiyalar paketi dövrü artıq sona çatır. Brüssel bundan sonra ümumi qərarlar əvəzinə sanksiyalardan yayınma sxemlərinə və konkret banklara qarşı nöqtəvi məhdudiyyətlərə üstünlük verəcək. Moskva və Brüssel xəttindəki bu gərginlik fonunda okeanın o tayında, Vaşinqtonda isə xüsusi xidmət orqanları arasında gizli bir kəşfiyyat şoku yaşanır. Amerika Birləşmiş Ştatlarının Mərkəzi Kəşfiyyat İdarəsi İsrailin təqdim etdiyi sui-qəsd iddialarına şübhə ilə yanaşıb. The Washington Post qəzetinin məlumatına görə, kəşfiyyat analitikləri Donald Trumpa qarşı İrandan gələn real təhlükə barədə İsrailin ötürdüyü məlumatları kifayət qədər inandırıcı hesab etməyib. Buna baxmayaraq, məxfi xidmət risk etməyərək təhlükəsizliyi görünməmiş dərəcədə artırıb. Məlumatlara görə, iyul ayında Ankarada keçirilən NATO samitindən sonra xüsusi bir gizli əməliyyat keçirilib. Trump rəsmi prezident təyyarəsinə mindikdən cəmi bir neçə dəqiqə sonra məxfi şəkildə ABŞ hərbi hava qüvvələrinə məxsus hərbi yük təyyarəsinə keçirilib və Türkiyəni məhz bu təyyarə ilə tərk edib. Donald Trump avqustun 11-də verdiyi açıqlamada hərbçilərin tövsiyəsi ilə bu addımı atdığını özü də rəsmən təsdiqləyib. ABŞ senatındakı demokratlar isə indi administrasiyadan bu gizli hərbi əməliyyatın bütün təfərrüatlarının açıqlamasını tələb edirlər. Dəyərli izləyicilər, ölkə və dünya gündəmi ilə bağlı xəbərlər təqdim etməyə davam edəcəyik. Öz fikirlərinizi şərh bölümündə qeyd etməyi unutmayın. Sağlıqla qalın.